Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm əziz dəyərli möminlər, xoş gördük sizləri. Bildiyimiz kimi rəhmət ayı gəlib yetişib. Allah bizə bu ayın feyzini və mərifətini inşallah nəsib eləsin. Əzizlər, bugünkü mövzumuz bundan ibarətdir ki, Ramazanda Allahın qonağı olmaq ifadəsi. Bu nə deməkdir? Yəni Allah Taala'nın digər ayları da var, amma Ramazan ayında Allah Taala bizi öz qonaq süfrəsinə dəvət edir və bizi qonaq hesab edir. Bunun üçün biz hədislərə baş vurmalıyıq və hədislər əsasında Allahın qonağı olmaq ifadəsini biz başa düşməliyik. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm məşhur Şəbaniyyə xutbəsində buyurur ki, Duaytum fihi ila ziyafətillah. Bu ayda siz Allahın qonaqlığına dəvət olunmusunuz. Allahın qonağı olmaq nə deməkdir? Adətən qonaq ev sahibinin görərsən hörmətini qoruyub saxlayar, süfrəsindən yeyər, qorunar və əziz tutular qonaq. Ramazanda isə ev sahibi əzizlər Allahdır. Süfrə, rəhmət və bağışlanma ilə doludur. Biz bu ayda Allahın qonağı olmaqla öz süfrələrimizi rəhmətlə və gözəl bağışlanma ilə doldurmalıyıq. Və əgər doğrudan da biz Allahın qonağıyıqsa, biz bu Ramazan ayında hansı işləri görməliyik ki, o Allahın ziyafət ayından bir pay aparaq. Bunun üçün biz əzizlər, bir neçə xüsusiyyət var ki, biz bu xüsusiyyətlərə əməl etməliyik. Birinci xüsusiyyət budur ki, əgər istəyirik ki, Ramazan ayında biz Allahın bu qonaqlığında bir payımız olsun, gərək günahdan çəkinməliyik. O ki, sair aylarda günah eləmişdik, Ramazan ayında biz onun üçün istiğfar və tövbə etməliyik ki, bu qonaqlığa biz də vəsilə ola bilək. İkincisi budur ki, biz qəlbimizi təmiz saxlamalıyıq. Qəlb Allahın bir guşəsidir ki, biz onu fəqət Allahın zikri ilə, gözəl dualarla, ibadətlərlə onu doldurmalıyıq. Çünki əgər istəyirsə bu qonaqlıq ayında, bu ziyafətullahda özümüzü öz əməllərimizlə Allahı razı salaq, gərək günahdan çəkinək, qəlbimizi təmiz saxlayaq, namazlar vaxtında qılaq, Qur'anla ünsiyyəti çoxaltmalıyıq. Çünki Qur'an-ı Kərim bu ayda nazil olub, biz Qur'anla ünsiyyətimizi çoxaltmalıyıq. Gün ərzində heç olmasa Qur'andan bir neçə səhifə götürək, oxuyaq və bu ayın fəzilətindən biridir ki, budur ki, başqalarına mərhəmətli olmalıyıq bu ayda. Əlimizdə olan nemətlərdən digərlərlə bölüşməliyik. Ən əsas mövzulardan biri budur ki, sədəqə mövzusu budur ki, insan bu ayda sədəqə verməklə öz günahlarını yuyub aradan aparsın. Əzizlər, bu qonaqlığın iki fərqi var. Bir dünyada budur ki, dünya qonaqlığında süfrə yeməklə doludur. Allah Teala bu Ramazan ayında, bu dünyada bizim üçün o qədər nemətlər qərar verib ki, biz bu nemətlərdən istifadə edirik. Yeyirik, iftar açırıq, imsakda istifadə edirik. Amma Ramazanda isə süfrə nemətləri tam fərqlidir. Ramazanda süfrə səbirlə doludur. İnsan gərək bu ayda səbirli olsun. Süfrə bağışlanmaqla doludur. İnsan, hədislərimiz var ki, Ramazan ayında imsakda olsun və yaxud da iftarda olsun, süfrəyə əyləşəndə Allahın mələkləri həmən insana nəzər eləyər, onun orucunu ən ali mərtəbəyə qaldırarlar. Süfrə qəlb təmizliyi ilə doludur. Odur ki, qəlbimizi təmizləşdirək və Allahın gözəl olan zikirləri ilə, ibadətləri ilə, Quran oxumaqla öz qəlbimizi biz gözəlləşdirək. Nəticə budur ki, əzizlər, Allahın qonağı olmaq bizim üçün şərəfdir, fürsətdir, ilahi yaxınlıq ayıdır bu ay. Ramazan adi bir ay deyil, bu ilahi bir dəvətdir və bu dəvətə biz ədəblə və təqva ilə cavab verməliyik. O qədər hədislər var ki, bu Ramazan ayının fəziləti barəsində bu qonaqlıq, Allah bizi öz ziyafət süfrəsinə dəvət edir və ev sahibi Allahın özüdür. Süfrələr də nemətlərlə doludur. Gərək biz bu süfrənin
qədrini bilək və onu qoruyub saxlaya bilək. Peyğəmbər Əkrəm Şaban ayının son günlərində buyurur ki, necə ki hədisin əvvəlində işarə vurdum, amma hədis bundan ibarətdir ki, Əyyuhən nas, innəhu qad əqbələ iləykum şəhrullah, du'itum fihi ila ziyafətillah və cu'iltum fihi min əhli kəramətillah. Ey insanlar, Allahın ayı sizə tərəf gəlməkdədir. Bu ayda siz Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramət əhlindən qərar verilmişsiniz. Fikir verin ha, Peyğəmbər Şəbaniyyə xutbəsində bizə o qədər burada öyüd, nəsihətli kəlmələr işlədib ki, biz bunlardan ibrət götürməliyik ki, və cu'iltum fihi min əhli kəramətillah, və Allahın kəramət əhlindən qərar verilmişsiniz. Bu ayda Allah öz qonaqlarına xüsusi mərhəmət göstərir. Peyğəmbər həmən o Şəbaniyyə xutbəsində buyurur ki, ənfasukum fihi təsbihun və nawmukum fihi ibadətun və əməlukum fihi məqbulun və duaukum fihi müstəcabun. Bu ayda nəfəsiniz təsbihdir, Subhanallah zikridir, digər zikirlərə şamil olunur. Yoxunuz ibadət, əməliniz qəbul, dualarınız isə müstəcabdır. Bu ilahi qonaqlığın əzəmətinin göstəricisidir ki, biz bu qonaqlıqda Allahın ziyafət süfrəsindən naimid olmayaq və əliboş inşallah qalmayaq. Allahdan dua eləyək ki, bizi Allah Teala nəzər etsin ki, bu Ramazan ayının qonaqlığından biz də layiqincə istifadə eləyək və ən ümdə duamız budur ki, istəyirik ki, süfrələrimiz bərəkətli olsun. O ki, Allah bizim üçün bu ayda bir zinət açıb, bir mərifət açıb, biz bu ayda dua eləyək ki, o qəlblərimizin işıqlı olmağı, gözəl olmağı üçün dua edək ki, ilahi, Mövla İmam Zaman ağanın zuhurunu təcil qərar ver. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.